Şahirdlər salam. 5 iyul 2026-cı il tarixində 3-cü qruplar üçün keçirilmiş qəbul imtahanının tarix sualı ilə tanış olaraq 31-ci sualda Şimali Azərbaycanın 1950 və 70-ci illər tarixinə oxşarlıq istəyir. Bildiyimiz kimi bu dövr, yəni 1844-1883-cü illər aralığı dövrü Şimali Azərbaycanda Qafqaz canişinliyi dövrüdür və elə bir variantda da bu məsələ qeyd olunur. Qafqaz canişinliyi tərkibində olmuşdur, doğrudur. Yeni qubeniyaların yaradılması demək 1850-ci illərdə və ya 70-ci illərdə Azərbaycan tarixində hər hansı bir qubeniya yaradılmayıb. Kəndlərdən hərbi verginin alınması 1887-ci ildən ibarətdir. Bu 80-ci illərə aiddir. Bizdən 70-ə qədər istəyir. Neft emal edən zavodların tikilməsi də doğru cavabımızdır biridir. Çünki 1859-cu illərdə Suraxanda, sonlarda 1870-ci illərdə də demək müxtəlif neft emal edən zavodlar tikilmişdir. Doğru cavabımız 1 və 4. 32-ci sual xəritədə göstərilmiş Komendara su dövrünə aid əyalətlərin ümumi cəhətlərinin düzgün verildiyi bəndi müəyyən edin. Burada diqqət edilməsi bir məsələ var. Komendara su dövrünə aid xüsusiyyət istəyir bizdən. Əyalətlər 1 və 3, yəni Lənkəran və Lənkəran ərazisi burada göstərilib və 3 olaraq da Şəki ərazisi göstərilib. Burada 2 Qarabağ qeyd edək, 4 isə Şamaxı əyaləti, yəni xanlığın, köhnə xanlığın ərazisidir. 1 və 3 Lənkəran və Şəki ərazisində Çar Rusiyasının müstəmləkə siyasətinə qarşı üsyan baş vermişdir. Doğru cavabdır. Bildiyimiz kimi Şəkidə 1838, Lənkəranda isə 1831-ci illərdə Komendara suyuna qarşı üsyan baş vermişdir. Doğru cavabdır. 1 və 2, yəni Lənkəran və Qarabağ 19-cu əsr 20-ci illərində təşkil edilmişdir. Bəli, əyalət olaraq bildiyimiz kimi Qarabağ 1822, Lənkəran isə 1826-cı illərdə xanlıq olaraq ləğv olmuş və oradan əyalətə çevrilmişdir. Bu da doğru cavabımızdır. 3 və 4, yəni Şəki və Şamaxı xanlıqları, əyalətləri kürəkçə müqaviləsi imzalamışdır. Demək, bu Şəkiyə aiddir, amma demək Şamaxı xanlığı kürəkçə müqaviləsinə oxşar müqavilə imzalamışdır 1805-ci ilin dekabrında. Bu yanlışdır. 2 və 4 müəyyən müddət Dərbənd quberniyası tərkibində olmuşdur. Bildiyimiz kimi Dərbənd quberniyası 1840-cı ildə yaranıb. 46-cı ildə üzr istəyirəm, yaranıb və həmin vaxtda Komendara su yox idi. Biraz əvvəl dediyim kimi sualın şərtində bizdən Komendara su soruşulur. Yəni 1840-cı ilə qədər 2 dövr. Cavabımız 1 və 2. 14-cü birinci yarısına aid onları müəyyən edeyim. Şirvanşahlar dövründə Dərmədən hakimiyyətə gəlməsi 1382, bu 14-cü əsrin ikinci yarısıdır. Osmanlının yaranması 1302, 14-cü əsrin birinci yarısıdır. Avropada yüzey müharibə başa çatması 1453, 15-ci əsrdir. Fransada ilk və baş ştatları 1302, Osmanlı eyni ildə. Bu da 14-cü əsrin birinci yarısıdır. Kresidə Fransızların məğlub olması 1346, bu da 14-cü əsrin birinci yarısıdır. Doğru cavabımız 2, 4 və 5. Çox rahat bir sualdır. Mehranlar Sultanı Albaniyanın hakimiyyətdə olduğu dövr bildiyimiz kimi 630-705-ci illər aralığıdır. Və bu dövrə aid xüsusiyyət istəyir. Babəkin xürrəmlərə baş çəkmə başlaması 816, Maneçilik təliminin yaranması Maneçi 3-cü əsrdir. Amid döyüşü 359, bu dövr Arşakilər sülalası dövrüdür. Ərəblərə qarşı Azərbaycan cənubunda üsyanın baş verməsi, bəli, 643-cü ildə Cərimədan döyüşündən sonra bağlanan İsfəndiyyə ilə bağlanan müqavilədən sonra ərəblər oranı tərk edəndə Ərdəbil əhalisi üsyan qaldırmışdı. Bu da elə Mehranların hakimiyyət dövrünə düşür. E variantı 3-cü Məhəmməd Vaçaqan xristianlıq yayılma çalışması, yəni Ağqoyun keçən məclisi 488-dir. Bildiyimiz kimi 3-cü Vaçaqan da Arşaki sülaləsindəndir. 35-ci suala baxaq. Doğru hadisə nəticə əlaqəsini müəyyən edin. Osmanlı Konstantin tutması 1453, demək Ağqoyunlunun Qaradənizə çıxışın itirməsi Trabzondan 1461 yanlışdır. Şirvanşah İbrahimin Qızıl Ordu ilə Toxtamışla ittifaq bağlamayıb, Teymurla bağlayıb yanlış məlumatdır. Uzun Həsən Venesiya ilə ittifaq bağlaması 1472, Otluqbel döyüşü 1473. Otluqbeldə qalib gəlməyib, məğlub olub Bayandurlular. Burada Beyşəhər döyüşü yazılmalıydı, bu da yanlışdır. Cahanşahın Herat tutması 1458-59, Teymurlərin süqutu 1507. Bu da yanlışdır. Teymurlər sadəcə tabe etmişdi. Qaraqoyunların Sərdurudda Teymurləri məğlub etməsi 1408, beləliklə Teymurlər Azərbaycan hakimiyyətə son qoymuşdur. Bu çox rahat bir sualdır. 1955-1967-ci illər arasındakı dövrə aid ifadələr müəyyən edin. Böyük sitayiş planı bildiyimiz kimi Çində 1966-cı ildə elan olunmuşdu. Daha doğrusu 1958-ci ildə 66 demək mədəni inqilab idi. 58-61-ci illər aralığıdır. Mao Tse-Zedunun dövrü.
bu illərə uyğun gəlir. Falkland böhranı 1982, İngiltərə, Argentina arasında bu dövrə uyğun gəlmir. Avropa İqtisadi Birliyinin yaranması 1957-ci ildir. Bu illərə uyğun gəlir. Ərəb baharı 2010-cu ilin baharı, yazı aid deyil. Körfəz müharibəsi 1990-91 bu dövrə aid deyil. Doğru cavabımız 1 və 3. 37-ci sual. Xatırlayırsınızsa keçən qəbul imtahanında da, may ayının 24 olan imtahanda da bax bu tipli belə bir sualımız var idi. Orada isə səhv etmirəmsə vergilər soruşulmuşdu bizdən ərəblər və Sasanid dövrünə aid. Burada ümumən demək ifadələr qeyd olunub. Sasanidlərin tərkibində olduğu dövr Xostak 6-cı əsrdə meydana çıxmışdı. Xosrov və Şirvan dövründən. Uc Səlcuqlar dövründə 11-ci əsrdir. Qazi ifadəsi ərəblər dövründən 7-ci əsrdə meydana çıxıb, bu dövrə aiddir. Ərəb xilafətinin tərkibində cizyə bildiyimiz kimi can vergisidir, 7-ci əsrdə meydana çıxıb. Azərbaycanda həmin dövrdə ərəblərin tərkibində olduğu üçün bundan istifadə olunurdu, bu vergi verilirdi. Amil demək vergi yığan məmur idi bu dövrdə. Satrap isə canişin idi. Bu Midiya və ya Əhəmənilər dövlətlərində olan bir ifadə idi. Doğru cavabımız 1A, 2A, B, C variantı. Makedoniya İskəndər hakimiyyət dövrü üçün xarakter deyil. İskəndər hakimiyyətləri ildən əvvəl 336, 323. Yunan şəhər dövlətlərinin azadlıqdan son qoyulması bu Xeroneya döyüşü 338-ci il. Bu onun atası 2-ci Filippin dövrüdür. Makedoniya dövlətinin imperiya çevrilməsi bu da elə 2-ci Filippin dövrünə aiddir. Atası dövründə artıq dövlət imperiya idi. Əhəmənlərin süqut olunması bəli İskəndərə aiddir. 330. Bizdən İskəndərə aid olmayanları istəyirəm. Ona görə biz bir nərikin götürəcəyik. Amma 3 İskəndərə aiddir. Atropatena yürüşün edilməsi İskəndər Atropatena dövlətini görməyib. Çünki İskəndərin ölümündən sonra yaranmış bir dövlətimizdir Atropatena dövləti. Müqavimətə baxmayaraq bütün Hindistanın işğalı İskəndər Hindistanı tuta bilməyib. Biz burada 1, 4, 5 cavabını D variantını qeyd edəcəyik. 2-ni imperiya çevrilməsi İskəndərə aid edilir. Onu da silək buradan. Demək cavabımız 1, 4, 5. 10-cu əsrin ikinci yarısında Azərbaycanda meydana gələn müstəqil feodal dövlətlərdən biri idi. Paytaxtı Gəncə idi. Artıq məlumdur ki, Şəddadilər dövlətindən söhbət gedir. Və bu dövlətin dövlətdən fərqli olaraq Salarilərə aid xüsusiyyət seçməliyik. 10-cu əsrdə süquta uğramışdı. Demək, Salarilər dövləti 981-ci ildə süquta uğrayıb. Yəni bu aid deyil Salarilərə. Gürcülərə qarşı mübarizə hər ikisinə aiddir. Elə burada da qeyd olunub. Azərbaycanın torpaqlarını vahid dövlətə birləşdirmişdi. Yalnız Sac və Salarilər idi bu dövrdə. Azərbaycanın cənubundan meydana gəlmişdir. Bildiyimiz kimi Salarilərin paytaxtı Ərdəbil idi. O Azərbaycan cənubunda yaranmışdı. Şəddadlərin paytaxtı Gəncə idi, şimalda yaranmışdı. Bu Salarilərin fərqli xüsusiyyətləridir. Doğru cavabımız 3 və 4 D variantı. 40-cı suala baxaq. Kartli Kaxet Əsər 2-ci Rakli və İbrahim Xəlil xan Gəncə hücumu nəticəsində bildiyimiz kimi 1780-ci ildə onlar Gəncə yürüş eləmişdi və burada hakimiyyət yaranmışdı. Çox rahat bir sualdır bu da. E variantı. Və bu hakimlik 1783-cü ilədək davam etmişdi. Dövlətlərin ümumi cəhətləri C və D, Göytürk və Uyğur dövlətləri Çin üzərinə Uyğur yürüşlər etmişlər. Doğru cavabdır. A, B, C, Albaniya, Avropa Hun və Göytürk dövləti Bizansla diplomatiya əlaqələr saxlamışdı. Doğru cavabdır. Albaniyada Cavanşirin dövrü, Avropa Hun dövründə demək Attilanın dövrü, Göytürklərdə isə Muğanın qardaşı İstəmli dövründə Bizansla əlaqələr yadımıza salaq. B və E, yəni Avropa Hun və Ərəb dövlətləri aşina soyundan idi. Xeyr, aşina soyu bildiyimiz kimi Qaraxanlı, Xəzər və Göytürk idi. B, C, Y, yəni Avropa Hun, Göytürk və Ərəb Sasanilərə qarşı müharibədə qalib gəlmələr. Avropa Hun, yəni B, Sasanilərlə mübarizə aparmayıb. A və D eyni əsrdə süqut etmələri. Albaniya ilə Uyğur dövləti eyni əsrdə deyil. Albaniya 8, Uyğurlar 9-cu əsrdə süquta uğrayıb. Doğru cavabımız 1 və 2 A variantı. 20-ci əsrin əvvəlləri Azərbaycanın şimal və Cənubi Azərbaycanın mədəniyyət təxminatı ümumcədir. Bu da topluda ikinci hissənin toplunun mədəniyyət hissəsində olan bir testdir. Bu topluda işlənmiş testdir. Və oxşarlıq istəyir bizdən. Bildiyimiz kimi bu dövrdə Azərbaycan türkçəsində qəzet və jurnallar həm şimalda, həm cənubda çap olunurdu. Uyğunluq gözlənilmişdir. Frank İmperiada Böyük Karlın qələbəsi Poitiers döyüşü. Poitiers döyüşü Karl Martelin dövrüdür 732-ci il. Frank dövlətinin iç qanunlar toplusunu Böyük Karl deyil, Lodvik yaratmışdı. Frank qanunlarının 6-cı əsrdə. Frank kralı Lodvik Roma imperiyasına qalib gəlmişdi. Həmin vaxt Roma imperiyası parçalanmışdı. Yəni bu da Suasson döyüşündə sadəcə Qalliya canişi ilə mübarizə aparmışdı. İtaliyanın tamamilə Frank dövlətinin tərkibinə dağıtmışdır. İmperator Karl Martel yanlışdır, heç imperator da değildi. Kordova ilə mübarizə aparmışdır. Böyük Karl bəli doğru cavabdır. Bu dəstlikdə Böyük Karlın hakimiyyət illərində ərəblərlə İspaniyada müsəlman ərəblərlə mübarizəsi kimi qeyd olunur.
Birinci və ikinci Qarabağ müharibəsinin oxşarlığını istəyir bizdən. Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etdi. Bu demək ikinci Qarabağ müharibəsinə aid xüsusiyyətdir. Rusiyanın vasitəsilə hərbi əməliyyatlar dayandırıldı, bəli. Həm birinci, həm ikinci Qarabağ müharibəsində Rusiya atəşkəsin elan olunmasında yardım göstərib. Azərbaycan yerli istehsal puallarına istifadə yalnız ikinci Qarabağ müharibəsinə aiddir, yəni zərbədən söhbət gedir. Füzuli və Cəbrayıl ərazisində hərbi əməliyyatların aparılması da hər iki müharibəyə aid oxşarlıqdır. Doğru cavabımız D variantı. 45-ci suala baxaq. Qazan Xəçər xanlıqlarının tarixinə oxşardıq. Bildiyimiz kimi bu xanlıqlar 15-ci əsrdə Qızıl Ordu dövlətinin parçalanması nəticəsində yaranmışdı. 16-cı əsrin ikinci yarısında da Rusiya tərəfindən işğal olunmuşdu. Eradan əvvəl birinci əsrdə Romaya qarşı Parfiyana müttəfiq olan dövlət bildiyimiz kimi Atropatena dövlətidir. Bu dövlətin müttəfiqliyinə aid nümunədə biz elə Karra döyüşünü göstərə bilərik eradan əvvəl 3-cü il. Və həmin dövlətin Atropatena paytaxtı bildiyimiz kimi Qazakadır. O da 2 kimi qeyd olunub. 47-ci sual. Şah 1. Təhmasib Şah Məhəmməd Xudabəndlərin müqayisəsi. Paytaxtın Yeni şəhərə köçürülməsi Təhmasibə aiddir. 1555 Təhmasib paytaxtı Qəzvinə köçürmüşdü. Osmanlı ilə müharibə hər ikisinə aid xüsusiyyətdir. Demək, Osmanlı dövlətlə sülh müqaviləsinin bağlanması yalnız Təhmasibin dövrüdür. Bu da elə Amasya sülhünə söhbət gedir 1555. Molla Həsən döyüşü 1578-ci ildə baş verib və bu döyüşdə Krım xanlığı qoşunları məğlub edilib. Bu da Şah Məhəmməd Xudabənd dövrünə aiddir. Səhər sulasına mənsubdur hər iki hökmdarımız. 1A, C, 2, D, 3, B, doğru cavab B variantı. Səbəb nəticə qanunu doğru verildiyi bənd, səbəb İpək yolunun əhəmiyyətini itirməsi, Səfəvi dövlətində iqtisadi tənəzzülün baş verməsi doğru cavabdır. Digər variantlara baxaq. Səfəvi dövlətində idarəçilikdə irsilik prinsipinin mövcudluğu Qızılbaş əmirlərinin mövqeyini zəiflətməsi deyib, güclənməsi olar. Yəni güclənməkdə qalırdı yenə də. Stepan Razinin qulluq dəstələrinin yürüşü 1668-ci ilə aiddir və bu Səfəvi-Rusiya münaqişəsinə səbəb olmadı. Xeyr, hərbi münaqişə 1653-cü ildən 62-ci illərə qədər olmuşdu. Bu da aid deyil. Hindistana gedən dəniz yolunun kəşfi 1498 Vasco da Gama. Demək, Volqa-Xəzər ticarət yolunun əhəmiyyətlendirilməsi, xeyr, İpək yolunun əhəmiyyətlendirilməsi qeyd olunmalıydı. Şimali Qafqazda Rusiyanın qalları inşa etməsi elə biraz əvvəl dediyimiz 1653-cü il və Rusiya Xəzəryanın torpaqları işğal etdi, xeyr, özü bütün yazıb, yanlışdır. Şimali Azərbaycanın 20-ci əsrin əvvəlləri tarixinə oxşarlıq. Ya da hadisə nəticə əlaqəsi dünya iqtisadi böhranının baş verməsi bildiyimiz kimi 1900-1903-cü illərdə olmuşdur. Nəticədə neft sənayesində təmərküzləşmə sürətlənmişdir, doğrudur. Neft sənayesində ilk inhisarın yaranması 1893-cü ilə aiddir. Ağ Neft Zavod sahibləri ittifaqının yaranması ilə neftli torpaqların hərrat satışının həyata keçirilməsi 1872-ci ilə aiddir. Bu iltizam sistemi ləğvi. Bu da yanlışdır. Əsasnamə 1903-cü il əsasnaməsi bildiyimiz dövlət kəndlərinə aiddir və bu dövlət kəndləri arasında təbəqələşmənin güclənməyinə səbəb oldu. Doğru cavab 1-3. 4 niyə olmaz? Çünki 1912-13-cü ildə aqrar qanunları dövlət yox sahibkar kəndlərə aid idi. Fransa 3-cü Respublikanın dövrü bildiyimiz kimi 1870-1940-cı illəri əhatə edir. Bu illərdə Almaniyada nə olub? Almaniyada bu dövrdə müqəddəs Somaya son qoyulub 1806-cı il, bu illərə aid deyil. Monarxiya devrildi, bəli, 1918-ci ilin noyabrın 2 inqilabından sonra, 2 üsyanından sonra doğru cavabımız B variantı. Konrad Adenauer'ın ilk dəfə kansler seçilməsi 1949 afera aiddir bu. Bu dövrdə Fransada artıq 3-cü Respublika çoxdan hakimiyyət başa vurmuşdu. Sadova döyüşü 1866 bu illər Fransanın 3-cü Respublika dövrünə deyil, 2-ci İmperiya dövrünə düşür. Şimal Almanya İttifaqının təşkili də 1866 idi. Elə Sadova döyüşünə yenildi. Uyğunluq müəyyəninin Azərbaycan Respublikası. Burada diqqətli olun şagirdlər. Çünki burada Respublikamızdan söhbət gedir. Azərbaycan Respublikası. Belə ki, belə birinci varianta baxın. 20-ci yüzilliyin 90-cı illərin əvvəlləri Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından Sovet Sosialist sözünün götürülməsi. Bu 1990-cı ilin 17 noyabrına aiddir. Doğru məlumatdır. Verilən məlumat. Sadəcə Azərbaycan Respublikası hələ onda müstəqillik elan etməmişdi. Biz hələ də Azərbaycan SSR-nin tərkibindəydik. Öncə bunu götürmürük. Yəni bu çaşdırıcıdır. 21-ci yüzilliyin ilk 10 illiyi bütün çadır şəhərçilərinin ləğvi 2007-ci ildə bəli ilk 10 illiyə düşür. İlham Əliyev birinci prezident dövrüdür. 21-ci yüzün 10-cu illəri Qarabağ Deçəliş Fondu yaradılması. Xeyr, Qarabağ Deçəliş Fondu 2021-ci yanvar ayında yaradılıb. Bu da 21-ci yüzilliyin demək 20-ci illərinə düşür, 10-cu yox. 21-ci yüzilliyin 20-ci illəri Şuşada Dünya Azərbaycanlıların 5-ci qurultayı bəli 2022-ci ilin aprel ayında keçirilmişdi. Bu da 21-ci yüzilliyin 20-ci illərinə düşür. Doğru cavab 2 və 4.
Yeni Sular və Dövlətin əsasını qoydu. 1160-cı ildən böyük ataba titulu aldı. Bu Şəmsəddin Eldəniz bildiyimiz kimi. İkinci abzasda isə 1186-cı ildə hakimiyyətə gəlməsi, Həmədan döyüşünə qələbə qazanması danışılır. Bu da onun oğlu Məhəmməd Cahan Pəhləvan hakimiyyət dövrünə aiddir. Bizdən istəyir ki, testdə hər iki hökmdarın ümumi cəhətlərini qeyd edək. Şirvanşahların tabe edilməsi yalnız Şəmsəddin Eldənizə və Qızıl Arslana aiddir. Məhəmməd Cahan Pəhləvana aid deyil. Sultan titulu yalnız Qızıl Arslana aiddir. Dəbil əmrliyin bülövətə birləşdirilməsi bildiyimiz kimi gürcülərlə mübarizədə həm Şəmsəddinlə, həm də Məhəmməd Cahan Pəhləvan bu ərazinin qorunması üçün mübarizə aparmışdı. Doğru cavabdır. Hər ikisinə aiddir. Monqollara qarşı mübarizə heç birinə aid deyil. Yalnız 3. Yox, üzr istəyirəm. Burada mən burada diqqətsizlik eləmişəm. Biraz diqqətli olmaq lazımdır. Hə. Burada 1186-cı ildə hakimiyyətə gəlməsindən danışılır. Bu Qızıl Arslandır. Qızıl Arslan. Düzgün oxumamışam. Və Həmədan döyüşdə 1190-cı ildə bildiyimiz kimi Səlcuq sultanını Toğrulu məğlub eləmişdi. Bu ikisinin oxşarlığı elə Şirvanşahların tabe edilməsi doğru cavabdır. Biri 1160-cı illərdə, biri isə 1190-da. Axsitanın hakimiyyətə gətirilməsi və sonra Axsitanla yenidən mübarizə aparılması Qızıl Arslanda oxşarlıq. Sultan titulu yalnız Qızıl Arslandadır. Dəbil əmrliyin dövlətə birləşdirilməsi, Dəbil uğrunda mübarizənin aparılması Şəmsəddin Eldənizdədir. Monqollara qarşı mübarizə yalnız heç birinə aid deyil. Bu sonraki dövrdə sonuncu Atabək hökmdarı Əbbəkirə aiddir. Demək, doğru cavabımız yalnız 1. 53-cü suala baxaq. Osmanlı dövlətinin ələ keçdiyi ərazidən xronoloji ardıcıl müəyyən edin. Bax, 1 kimi göstərilən yer Konstantinopol şəhəridir. Yəni İstanbuldur. Konstantinopol. Bu da tutulub 1453-cü il mayın 29-da. 2 göstərilən yer Misirdir. Misir tutulub 1517-ci ildə. 3 kimi göstərilən yer Afrikanın Tunis, Əlcəzair bu bölgələridir. Bu da demək Misirin tutulmasının sonraki dövrdür. Yəni belə deyək ki, Afrikanın işğalı sonraki dövrdə Süleyman dövründə daha da başa çatdırılıb. Doğru cavabımız elə 1, 2, 3 kimi göstərə bilərik. 1, 2, 3. Azərbaycanda erkən Tunc dövrünə aid xüsusiyyətlər. Dulçuluq və toxuculuq sənət sahələrinin yaranması bu Neolit dövrünə aiddir. Demək, doğru deyil. Dini ayinlər icrası ibadətgahlar, bəli. Xaçmazda Sərkərtəpə, Qazaxda Baba Dərviş, Naxçıvanda 1-ci Kültəpə, bax bu ərazilər. Əhalinin dağlıq dağətəri zonunda məskunlaşması, bəli, erkən Tunc xüsusiyyətidir. Metalların ilk alətlər Eneolit dövründə yaranmışdı, bu deyil. Və şumlama zaman qoşqanla istifadə də bu da Eneolit dövrünün xüsusiyyətidir. 2, 3, 5. Osmanlının durğunluq və geriləmənin səbəbləri rahat bir sualdır və daxil səbəblərin burada soruşur. Mərkəzi hakimiyyətin nüfuzdan düşməsi doğrudur. Beynəlxalq ticarət yollarının dəyişməsi bu xarici səbəbdir. Hərbi len sisteminin ləğvi, tamamilə ləğv olmamış hərbi len sistemi bu dövrdə. Ordu quruculuğuna nöqsanlara doğru cavabdır. 1 və 4. Heydər Əliyevin Azərbaycan SSR rəhbərlik dövrü bitdiyimiz kimi 1969-1982-ci illər aralığıdır. Və bu dövrün sosial-iqtisadi tədbirlərinə aid deyil, deyir bizdən. Bakı metrosunun ilk 6 stansiyası 1967-ci ildə Vəli Axundovun rəhbərlik dövründə fəaliyyətə başlayıb, bu aid deyil. Bakıda Məişət Konservi zavodu 1975-ci ildə açılıb, bu Heydər Əliyevin rəhbərlik dövrüdür və sosial-iqtisadi tədbirdir. Kolxozçulara pasportunu verməyə başlaması 1932-dir. Daha doğrusu 32-də başlayır proses, 59-da isə kolxozçulara verilir. Bu da İmam Mustafayev rəhbərlik dövrüdür. Ağdam Xankəndi Dəmir yolu 1979-da Heydər Əliyevə aiddir. Heydər Əliyevin rəhbərliyinə aid olmayan 1 və 3-dür. Azərbaycan Xalq Cümhuriyyəti Tiflis Gəncə Bakı dövrü. Azərbaycan Türk dilinin dövlət dili olması 1918 27 iyun. 27 iyun bu dövr demək bildiyimiz kimi Gəncə dövrüdür, Gəncəyə aiddir. Azərbaycan parlament yaradılması haqqında qanunun qəbul olunması 1918-ci ilin demək 20 noyabr tarixidir. Bu Bakı dövrünə aiddir, bildiyimiz kimi. Osmanlının AXC-nin müstəqilliyi tanıması Batum müqaviləsi, yəni 1918 4 iyun tarixinə aiddir. Bu da Tiflis dövrünə aiddir. Kəndlərə torpaq verilməyib və konstitusiyada qəbul olunmayıb. Bu qızıl qaydaları idi, AXC-yə aiddir. Situasiyanı oxusaq, burada Bostonçay qonaqlığı hadisəsindən danışılır və 1773-cü ildə 13 koloniyadan 12-sinin toplantı keçirərək, konqresdə toplantı keçirərək 2 il sonra İngiltərə ilə, yəni Britaniya ilə mübarizəyə başlamasından, Saratoga döyüşündən danışılır. Yəni uzun sözün qısası, burada 1775-1783-cü illərdə baş vermiş istiqlaliyyət müharibəsindən danışılır. Və 58-ci sualda bizdən soruşur ki, bu istiqlaliyyət müharibəsində İngilislərə qarşı hansı Avropa dövlətləri demək mübarizə aparırdı? Qeyd edə bilərik İspaniyanı, Fransanı.
bu dövlətlər bildiyimiz kimi Amerika Birləşmiş Ştatlarının müstəqilliğini tanıyaraq ona hərbi yardım edirdi. 59-cu sual, bəhs olunan müharibədə İngiltərənin məğlub olmasının mənbədə göstərmək 2 səbəbini qeyd edin. Məsələn, partizan müharibəsini qeyd edə bilərik. Amerika Birləşmiş Ştatlarının qoşunlarının apardığı partizan mübarizəsi. Sonra eləcə də Avropa dövlətlərinin göstərdiyi dəstək. Avropadan dəstək qeyd edə bilərik. Eləcə də yandırılmış torpaq taktikasını qeyd edə bilərik. Bax, burada yoxdur o. O 3-cü kimi onu da qeyd edə bilərsiniz. Yəni 2 səbəb istəyir, yaza bilərsiniz. 60-cı sualda isə bəhs olunan müharibənin gedişində müstəqillik elan etmiş dövlətin, yəni Amerika Birləşmiş Ştatlarının, ABŞ-nin qalib gəlməsinin 2 nəticəsini qeyd edin. Belə deyək də, qalib gəlməsini beləcə yaza bilərsiniz ki, 1. Şimali Amerika materikində demək, konstitusiyon idarə etməsi, qanunları olan yeni bir dövlət meydana çıxdı. Sonra qeyd edə bilərsiniz ki, başqa nə qeyd edə bilərik? Məsələn, 2 nəticə. Nəticə ola bilər ki, Kanada istisna bu bölgə Amerika Birləşmiş Ştatlarının sərhədi müəyyən olundu, ərazisi müəyyən olundu. Bax, bu məsələlər qeyd oluna bilər. Yəni, hüquqi dövlətin yarandığının əsası qoyuldu. Belə, hüquqi dövlət İngiltərədə bundan öncə də var idi. Yəni, burada həmçinin qeyd edə bilərsiniz ki, ABŞ konstitusiyası ilə dünya tarixində ilk dəfə hakimiyyətin 3 qola bölünməsi prinsipi tətbiq olundu. Belə. Bu məsələlər dediyimiz kimi qeyd oluna bilər burada. Nəticələrinizi rəydə bölüşün. Sağ olun.